Salamlar hər kəsə. Bugünkü mövzumuz the noun isim bölməsidir. İsim əşyanın adını bildirən əsas nik hissəsinə deyilir. İsim kim, who, nə, what sualına cavab verir və quruluşuna görə 3 yerə bölünürlər isimlər. Sadə isimlər, simple noun, düzəltmə isimlər, derivative noun, mürəkkəb isimlər isə compound noun. Sadə isimlər bir kökdən ibarət olurlar. Heç bir söz düzəldici şəkilçiyi qəbul etmirlər. Məsələn, a town, an ox, a mistake və s. Düzəltmə isimlər isə kökdən və söz düzəldici şəkildən ibarət olurlar. Friendship, freedom, weakness. Bəzi isim düzəldən şəkilçilər var burada. İsim düzəldən şəkilçilər 2 yerə bölünürlər. Sufikslər, son şəkilçilər və prefikslər isə ön şəkilçilərdir. Şəkilçi öyrənməyin ən gözəl yolu şəkilçiləri sözlər vasitəsilə öyrənmək. Məsələn, ness şəkilçisi, illness, hər bir şəkilçiyə görə bir söz öyrənin. Ship, leadership, hood, childhood, dom, freedom və s. Sonra var prefikslər. Prefikslər isə ön şəkilçilərdir. Ön şəkilçilər this, miss, an, in. Prefikslər və sufikslər arasında 2 fərq var. Prefikslər sözün əvvəlində qoşulduğu halda, sufikslər isə sözün sonuna əlavə olunur. Sufikslər bir nitq hissəsindən başqa bir nitq hissəsi düzəldə bildiyi halda, prefikslər yeni nitq hissəsi yaratmır, sadəcə sözün mənasını dəyişir. Məsələn, happy xoşbəxt deməkdir. Happiness xoşbəxtlik, happy sifətdir, xoşbəxt. Happiness isə xoşbəxtlik artıq isim yaratdıq. Happiness xoşbəxtlik, amma unhappiness isə bədbəxtlik deməkdir. Diqqətli olaq, bəzi şəkilçilər var ki, o şəkilçi həm ayrılıqda bir söz kimi işlənir, həm də biz onu bir şəkilçi kimi, yəni isim düzəldən şəkilçi kimi tanıyırıq. Bunlardan biri shipdir. Ship həm isim düzəldən şəkilçidir, həm də gəmi mənasını verir. Gəmi mənasını verən sözlər bunlardır. Gəmi mənasını verdikdə o ancaq mürəkkəb isim olur. Ship orada artıq bir mürəkkəb isim yaradır. Spaceship, warship, steamship, battleship və s. İngilis dilində bəzi şəkilçilər var. Məsələn, air şəkilçisi. Bu şəkilçi homonimlik funksiyası var. Yəni nə deməkdir? Bu şəkilçi həm sifət və zərfi artırılıb müqayisə dərəcəsi yarada bilir. Yəni sifət və zərfin müqayisə dərəcəsini. Həm isim düzəldir, həm də bu şəkilçi sözün tərkib hissəsi olur. Yəni artıq bu sözün tərkib hissəsidirsə, demək ki, orada şəkilçi funksiyasında deyil. Həmin sözlər sadə sözlərdir. Baxaq. Düzəltmə isim kimi, məsələn, work işləmək, worker işçi. Teach öyrətmək, teacher müəllim. Müqayisə dərəcəsi kimi sifətin və zərfin müqayisə dərəcəsini yaradır. Sifətin və zərfin müqayisə dərəcəsini, məsələn, small balaca, smaller daha kiçik, daha balaca. Large böyük, geniş, larger isə daha böyük, daha geniş və s. Bir də sadə isimlər, yəni buradakı air şəkilçisi artıq şəkilçi deyil. O sadəcə sözün tərkib hissəsidir. Məsələn, father, butter, danger, number, member və s. Bu sözlərin hamısı əzbər öyrənilməlidir. Bir də ing şəkilçisi var, ing. Həm isim düzəldir, həm sifət düzəldir və həm də feilin davam edici zamanını düzəldən şəkilçidir. Düzəltmə isim kimi beginning, building, painting. Sifət kimi interesting, boring, exciting. Davam edici zamanlarda isə to be feili ilə birləşir. Is playing, is going, is speaking. Bir də sözün tərkib hissəsi, yəni sadə isim kimi evening, selling. Yəni burada artıq mürəkkəb isim deyil, sadə isim deyil, sözün tərkib hissəsidir. Bir də var why şəkilçisi. Bu şəkilçi həm isim düzəldən şəkilçidir, həm də sifət düzəldən. Məsələn, isim düzəldən şəkilçi kimi discovery, honesty, difficultly. Sifət kimi sunny, foggy, rainy, frosty və s. Diqqətli olaq. Deməli, aşağıdakı sözlər ment ilə bitsə də sadə isimlərdir. Yəni biz ment şəkilçi kimi tanıyırıq, bəli. Amma bəzi sözlər var ki, yerdə olduğu kimi, o sözlərin tərkibində olan ment artıq şəkilçi deyil, sadəcə sözün tərkib hissəsidir. Məsəl üçün, moment, monument, cement, element, document bu sözlər əzbər öyrənilməlidir. Keçək mürəkkəb isimlərə. Mürəkkəb isimləri compound nounlar 2 və daha artıq sözün birləşməsi ilə düzəlir. Məsələn, postman birləşdir olur postman. Earring, earring sırğa deməkdir. Mürəkkəb sözlər ya bitişik yazılır, ya defislə yazılır, ya da ayrı yazılır. Keçdik isimlərin morfoloji və semantik xarakterlərinə. İsimlər xüsusi isimlər var. Xüsusi isimlər, ümumi isimlər,
Xüsusi isimlər proper noun, ümumi isimlər common noun, sayıla bilən isimlər countable noun, sayıla bilməyən isimlər isə uncountable nouns. Tək isimlər singular nouns, cəm isimlər isə plural nouns adlanır. Mənasına görə isimlər iki qrupa bölünür. Mənasına görə iki qrupa bölünür. Bir, xüsusi isimlər, bir də ümumi isimlər. Xüsusi isimlər müəyyən şəxslərə, anlayışlara, ərazilərə, əşyalara verilən adları bildirir. Azərbaycan dilində bildiyimiz qayda burada da keçərlidir. Məsələn, İngilis dilində həftənin günləri və aylar da xüsusi isimdir. Sunday, December, Səməd Vurğun və s. Ümumi isimlər isə bütöv bir sinfə aiddir. Şəxsləri, əşyaları, anlayışları bildirir. Məsələn, a teacher, a classroom, a blackbird, a car və s. və ilaxır. Xüsusi isimlər və ümumi isimləri bir qrafada verilir və bunların fərqlərini izah edir burada bizə. Xüsusi isimlər həmişə böyük yazılır. Xüsusi isimlər heç vaxt cəmlənmir. Xüsusi isimlərin qarşısında biz heç vaxt rəqəm işlətmirik. Xüsusi isimlər heç vaxt en və the article qəbul etmir. Burada the article-ını qəbul etdiyi bir məqam var. Diqqətlə qulaq asaq. Xüsusi isim bütöv bir ailəni bildirəndə the article-ını qəbul edir. Və bu zamanda mütləq cəm şəkilsində qəbul edir. Yəni biz the article-ını xüsusi isimlə verdiksə, yəni o da insan adıdır. Bütöv bir ailəni bildirəcək və biz həmin ismi cəmləməliyik də. Məsələn, the Smiths. Yəni burada artıq Smithlər ailəsi, nəsil, kök bu mənada nəzərdə tutulur. Amma ümumi isimlər isə həmişə kiçiklə yazılır. Yəni cümlənin əvvəlində gəldiğinde böyüklə yazılacaq bu təbii ki. Cəmdə işlənə bilirlər, rəqəmdə də işlənə bilirlər. Qarşısında isə istədiyimiz artiklı verə bilərik. Bilirik də, yəni artiklını qeyri-müəyyən halda veririk. Z artiklını isə müəyyən durumlarda işlədirik. Sonra keçirik ümumi isimlərin də öz növbəsində iki yerə bölünürlər. Ümumi isimlər də iki yerə bölünürlər. Sayıla bilən countable noun, sayıla bilməyənlər isə uncountable noun. Sayıla bilən isimlər. Bu isimlər həm təkdə olurlar, həm də cəmdə olurlar. Həm tək, həm cəm olurlar. İstədiyimiz kimi işlədə bilirik. Amma sayıla bilməyən isimlər isə biz cəmləyə bilmirik. Həmişə tək olurlar. Biz breads deyə bilmərik. Çünki bread sayılmayan isimdir. Sayıla bilməyən isimləri heç vaxt cəmləyə bilmirik. Amma books deyə bilirik. Çünki sayıla bilən isimləri biz cəmləyə bilirik. İsimlər cəmlənərkən qarşısındakı en artiklı da düşməlidir. Çünki en artiklı bir mənasını verir. Books olmaz. Sayıla bilən isimlərdən qarşısında en artiklı işlənə bilir. Həmçinin another əvəzliyi də işlənə bilir. En artiklı ilə artiklının yəqin ki fərqini bilirik. Bir daha izah edim. En artiklı sait səslə, diqqətli olaq səslə deyirəm, hərflə yox. Sait səslə başlanan sözlə isimlərə qoşulur. Artiklı isə samit səslə başlanan isimlərə qoşulur. Lakin sayıla bilməyən isimlər isə biz artiklı ilə işlədə bilmərik. Ancaq the artiklı ilə işlədə bilərik. Müəyyənliyində danışırıqsa the artiklı ilə işlədə bilərik. Və ya da ki biz another ilə əvəzliyi ilə işlədə bilmərik. Çünki burada artıq bir en artiklı var. Ən və adı artiklının birləşməsindən əmələ gəlir. Ona görə də biz ənadəndə sayıla bilməyən isimləri işlədə bilmirik. Bundan əlavə, sayıla bilən isimləri biz qarşısında rəqəm işlədə bilirik və rəqəmi də işlətdiyimiz zaman əgər birdən çoxdursa biz o ismi cəmləyirik. Məsələn, a problem, two problems. Dediyimiz kimi bir, yəni one rəqəmi istisnadır. Amma biz heç vaxt sayıla bilməyən isimləri biz rəqəmlə işlədə bilmərik. Alınmaz, olmaz. Sonra var, sayıla bilən və sayıla bilməyən isimlərin işləndiyi miqdar bildirən sözlər var. Bunları əzbər bir şəkildə öyrənməliyik. Sayıla bilən isimlər işlənir. Many, few, a few, very few, only a few, a number of, the number of, several. Bu kimi kəmiyyət bildirən sözlərlə işlənir. Və bunlardan sonra gələn sayıla bilən isim cəmlənir. Hər zaman. Many students demək olmaz. Many students. A few book deyə bilmərik. A few books deməliyik. Lakin sayıla bilməyən isimlər isə little, a little, very little, only a little, much kimi miqdar bildirən sözlər işlənir və həmişə tək olur. Much information. Informations olmaz. Sayıla bilməyən isimlər biz heç vaxt cəmləmirik. Burada bir qeydimiz var. A lot of, lots of, plenty of, some, any və no. Bunlar həm sayıla bilən isimlərlə, həm də sayılmayan isimlərlə işlənir və sayılmayan isimlərlə işlənəndə və o cəm isimlə işlənməlidir. Sayıla bilməyən tək, sayıla bilən cəm isimlərlə işlədirik. Diqqət. Burada bir diqqət var. Oxuyaq. Yazılıb ki, sayıla bilən tək isimlər tək başına istifadə oluna bilməz. Yəni biz tək ismi, sayıla bilən tək ismi heç vaxt tək işlədə bilmərik. Onlardan əvvəl mütləq bir təyin edici söz işlənməlidir. Ya artikl ola bilər bu, ya işarə əvəzliyi ola bilər, ya yəlik əvəzliklərinin aslı halı ola bilər. Əsas odur ki, tək olması. Məsələn, baxaq. Biz heç vaxt book deyib dayana bilmərik. Ya buna e-book deyərik, ya my book deyərik, ya this book deyərik.
belə işlənir. Sayıla bilən tək isimlərdən fərqli olaraq cəm isimlər tək başına istifadə oluna bilir. Cəm isimlər biz tək işlətdiyimiz zaman, yəni heç bir determinasiya, yəni artiklsız işlətdiyimiz zaman biz ümumilikdə danışırıq ondan. Məsələn, I like apples deyəndə mən ümumilikdə danışıram ki, mən xoşlayıram da, almanı xoşlayıram. Hər hansı bir almanı yox. Dünən aldığım almanı yox, atamın aldığı almanı yox. Ümumilikdə almanı xoşlayıram. Yəni bu zaman biz sayıla bilən tək isimləri cəmlədiyimiz zaman onu tək başına bəli işlədə bilirik. Amma tək isimləri işlədə bilmərik. Eğer artiklının istifadəsi sözün başlandığı hərfdən deyil, səsdən asılıdır. Sayılmayan isimlərin xəbəri hər zaman təkdə olur. Sayıla bilməyən isimlərin xəbəri hər zaman təkdə olur. Məsələn, advice ya is olar, ya was olar, ya has olar, ya helps olar. Amma heç vaxt are, were, have, help ola bilməz. Sayılmayan isimlərin qarşısında təkdə olan işarə əvəzlikləri işlədirik. This, that, heç zaman those, these işlədə bilmərik. Çünki sayıla bilməyən isimlər heç vaxt cəmlənmədiyi üçün biz onun qarşısında cəm işarə əvəzlikləri də işlədə bilmərik. Bəzən sayıla bilməyən isim sayıla bilən tək isimlərin qarşısında təyin funksiyasına çıxış edə bilər. Diqqətli olaq burada nə deyir? Testlərə çox tez düşür, rast gəlinir. Məsələn, biz heç vaxt furniture deyə bilmərik. Niyə? Çünki furniture maybe sayıla bilməyən isimdir. Və biz onun qarşısında heç vaxt artikl işlədə bilmərik. Yaxşı, ay müəllim, işlədə bilmiriksə, bəs burada necə işlədirik? Həmişə yadınızda qalsın ki, iki isim yanaşı gəldiyi zaman, bu birinci isimimizdir, bu ikinci isimimizdir. İki isim yanaşı gəldiyimiz zaman bizim əsas ismimiz ikinci isimdir. Bizim əsas ismimiz ikinci isimdir. Birinci isim ikinci ismi sadəcə təyin edir. Yəni mən də hər zaman təyin edicimi ikinci ismə görə yazıram. Təyin edicini ikinci ismə görə yazıram. Furniture shop mebel mağazası deməkdir. Burada sadəcə furniture bir sifətdir. Sadəcə shop'u təyin edən, belə deyim, bir təyin funksiyasında olan isimdir. Yəni biz burada furniture'ni görüb, eğer artiklı verə bilmərik deyə bilmərəm. Baxırıq ikinci biz isim axtarırıq. Görürəm ki, burada ikinci bir isim var. Deməli shop sayıla bilən tək isimdir. Mən problem yoxdur. Ondan eğer artiklını verə bilərəm. Burada bir problem yoxdur. Məsələn, burada bir dənəsi də var. Tamam, tea glass deyirik, çay stəkanı. Sayıla bilməyən tək isimdir. Görən kimi deməyək ki, sayıla bilməyən tək isimlərlə biz artikl işlətmirdik və burada niyə işlətdik? Axı, bizim iki isim yenə də deyirəm, yanaşı gələndə bu birinci ismimiz və bu da ikinci ismimiz. İki isim yanaşı gələndə həmişə yadınızda olsun ki, bizim ikinci ismimizdir əsas isim. Birinci isim sadəcə ikinci ismi təyin edir. Sonra bunlara özünüz baxarsınız. Keçək aşağı. Sayıla bilməyən isimlərin təsnifatına baxaq. Yəni sayıla bilməyən isimlər çoxdur. Biz onları necə yadda saxlayırıq? Əzbərlənmi? Necə? Baxın, onu əzbərləyəcək də, həmçinin də biz onu qruplara bölürük. Yəni bəzən onlar əzbərdən yadımızdan çıxar. Bu tip qruplarda yadımıza düşəcək. Maye halında olan isimlər var. Bunlar heç vaxt sayılmırlar. Maye halında olan isimlər sayılmır. Məsələn, oil, bitki yağı, coffee, qəhvə, water, su, tea, çay maye halındadır. Bəli. Ona görə saymırıq. Milk, süd, wine, şərab, blood, qan. Sonra var mücərrəd isimlər. Mücərrəd isimlər də heç zaman sayılmırlar. Amma bəzi mücərrəd isimlərimiz var ki, onlar sayılacaqlar. Baxacaq indi onlara da. Space, məkan, enerji, advice, məsləhət, beauty, gözəllik. Bu mücərrəd isimlər sayılmır. Information, məlumat və s. Lakin diqqətli oluruq. Sayıla bilən mücərrəd isimlərimiz də var. Yəni, sayıla bilməyən, testdə düşdək ki, sayıla bilməyən mücərrəd isimlər heç vaxt sayılmır. Bu söz səhvdir. Bütün, yəni mücərrəd isimlər sayılmır, yox. Bəzi bizim mücərrəd isimlərimiz var ki, onlar sayılırlar. Idea, impression, voice, cloud, wind, dream, wish və bunları biz əzbər bir şəkildə öyrənməliyik ki, hansı mücərrəd isimlər sayılırdı? Bu qrafada olanlar. Sonra sayıla bilməyən isimlərə daha nələr daxildir? Ümumi məna daşıyan bəzi isimlər. Məsələn, luggage, money, furniture, traffic, fruit. Biz normalda, məsələn, fruit meyvə deməkdir. Ümumilikdə biz almanı sayırıq, apples deyə bilirik. Bananı sayırıq, bananas deyə bilirik. Amma onlara verilən ümumi bir ad var, meyvə. Heç vaxt sayılmır. Biz fruits deyə bilmərik. Bəzi isimlər özü sayılmasa da onların növləri sayılır. Yuxarıda dediyim kimi. Məsələn, money pul deməkdir, sayılmır. Amma manats, dollars, bunlar sayılırlar. Yəni mən buna cəm şəkildə istəsəm qəbul etdirə bilərəm, problem deyil. Sonra yeyinti məhsulları, yəni qida məhsulları. Bread, cheese, butter, meat,
və s. Metal və material adları. Gold, silver, steel, wood, taxta və s. Təbiət hadisələri. Darkness, snow, fog, heat, istilik. İdman və oyun adları. Beyzbol, chess, golf və s. Elm və fən adları. Bu elm və fən adları heç vaxt sayılmır. Məsələn, mathematics, history, literature və s. Fəaliyyətlər, yəni biz genotlar ümumilikdə sayılmır. Heç vaxt, yəni biz onları cəmliyə və ya qarşısında say işlədə bilmərik. Xəstəliklər. Xəstəliklər sayılmır. Bəzi belə deyirik ki, biz bəzi yəni xəstəlik əlamətləri ola bilər ki, sayılsın, amma xəstəliklər ümumilikdə sayılmır. Flu, measles və s. Dillər. Dillər ümumilikdə sayılmır. Heç vaxt sayılmırlar. Qaz halında olan maddələr var. Oksigen və ya air və də var smoke. Kiçik hissəciklərdən ibarət olan maddələr. Rice, dew, flour, un, corn qarğıdalı, dust, toz. Saymayan isimlərin tam siyahısı var. Bəli, onları səhifə 32-dən baxıb əzbərləyə bilərsiniz. Saymayan isimlərin çəkisindən, ölçüsündən, həcmindən söhbət getdikdə onların xüsusi ölçü vaxtları var. Baxın, normalda deyirik ki, biz saymayan ismi biz nə cəmləyə bilmərik, nə qarşısında yəni artiklını işlədə bilmərik. Amma ki, biz onları bəzi ölçü bildirən sözlər var. Biz onları işlədə bilərik. Məsələn, meat dedik sayılmır. Bəli, yenə saymırıq. Amma biz a slice of, mən demək istəyirəm bir dilim ət. Deyə bilərəm a slice of meat. Məsələn, deyə bilərəm ki, a loaf of bread və bu təyinləyicilər, yəni kəmiyyət bildirən sözlərin hamısını əzbərləmək lazımdır. Yəni tərcüməsi nədir? A loaf of bread, a cup of tea, a box of matches. Və bunları əzbər bir şəkildə öyrənməliyik. Ondan başqa keçirik buraya. Qeyd. Bu ifadələrin həm tək, həm cəm forması mövcuddur. Yəni biz ifadənin özünü cəmləyə bilərik aşağılar. Amma ki biz heç vaxt ifadədən sonra verdiyimiz sayıla bilməyən ismi cəmləmirik. Bu nə deməkdir? Mən a can of honey desəm də düzdür. Yəni bir banka deyək, daha belə deyim, dolça deyək. Bal desəm də düzdür. 3 cans of honey də desəm düzdür. Amma diqqətli oluruq. Baxın, burada mən 3'ü verib, sonra can-i cəmləməsəm olmaz. Axı, bayaq dedim, birdən sonra gələn rəqəmlər işlətdiyimiz isimlər hamısı biz cəmləyirik. İngilis dilində və burada da həmişə diqqətli oluruq ismin xəbərin cəmliyini təkliyinə. Biz burada xəbərimizi hanıya görə yazmamışıq. Sözünüdən əvvəlki ifadəyə görə yazmışıq. Yəni biz can-ə görə yazmışıq. Baxın, burada ar vermişəm. Nəyə görə vermişəm? Sözünlü ifadəm var idi. Baxın, ondan əvvəlki sözə görə mən 3 cans of honey vermişəm. Qeyd. İngilis dilində bəzi isimlər var ki, həm onlar sayılırlar, həm sayılmırlar. Yəni bir mənası var sayılır, bir mənası var sayılmır. Məsələn, hansılardır? Glass şüşə mənasında sayılmır, stəkan mənasında sayılır. Time vaxt mənasında sayılmır, dəfə mənasında sayılır. Light işıq mənasında sayılmır, lampa mənasında sayılır. Wood taxta mənasında sayılmır, meşə mənasında sayılır və s. Bunları da əzbər bir şəkildə hansı mənada sayılır, hansı mənada sayılmır. Və diqqətli oluruq ki, sayıla bilən mənasında biz onu təkdirsə hər zaman yəni artiklını veririk ya da ki cəmləyirik. Amma biz onu heç vaxt tək buraxa bilmərik.